Sabahınız xeyir olsun, güzel dostlar, güzel xanımlarımız, analarımız, bacılarımız. Gününüz uğurlu olsun, işiniz avand olsun, güzel dostlar, güzel zəhmətkeş, değerli xanımlarımız. Necəsiniz? Bugün mən sizə yenidən kalalarımı çəkib paylaşmaq istəyirəm. Dedim onların gözəlliyini bir də görək sizlə bahəm. Görün nə qədər bol-bol tumurcuqlar, çiçəklər, hətta boylarının artması, böyüməsi. Hacan atdım ki, kölgəlikdə çəkim, onda daha gözəl görsənir. İndi günəş alıb deyə, günəşdə yaxşı alınmır çəkilişlər dostlar. Burada da mənim bu gözəlim, baxın. Mənim bu gözəlim də açıb, ətirli güldür, çox gözəldir. İnşallah bu qızıl gülüm də inşallah açmağa hazırlaşır. Baxın dostlar, kalalar görürsünüz mü? Düzdür, güneş önündədir. Bax görün nə qədər bax artırmışam, baxın. Bunları necə sevməyəsən gözəl dostlar, gözəl xanımlarımız. Bunları necə sevməyəsən? Bunların da sezonu bir dəfə də olsa, ildə bir dəfə, amma çox gözəldilər, möhtəşəmdilər. Həyəti o qədər gözəlləşdirirlər ki. Baxın dostlar. Mənim sarı gülüm açmağa başlayır. Görün bunun rənginə, çox gözəl, qeyri-adi rəngi var. Görün ne güzeldi. Benim bu gözəlim də baxın, hələ nə qədər üstündə tumurcuğu var. Bu gözəlim də elə gözəlləşib burada maşallah. Görün ne gözəldir. Görün nə qədər gözəldir bunlar. Bunların inşallah başqa rəhlərində alacağım gözəl xanımlarımız. Başqa rəhlərində çox ağ, sarı, tünd bardovu, maviyə çalan, yəni mavi rəngi oxşar. Çox gözəl, möhtəşəmdir. Bunların da inşallah alıb sıra ilə bu gülün bax vurduğum yerdən sırası ilə o rəhlərdən də vuracağım ki, açanda çox gözəl görsənsin, rəngarəng. Balacalara bax, bunlar hələ burada balaca ortada qalıblar. Güneş almırlar. Güneşi görən kimi bütün o açacaq tomurcuqların hamısı başlayır açmaq. Çox gözəldirlər. Maşallah. Çox gözəldirlər. Baxın. Hələ bu demək olar ki, balacadır hələ. Burada da gəldik kalalarıma. Ay. Allah Allah. Bunları necə sevməyəsən ay Allah. Bunların gözəlliyini ay Allah. Şükür sənə ay Allah. Şükür sənin yaratdıqları var, möcüzələr var şükür inşallah. Şükür görün güzel xanımlarımız. Hər birinizin evi güllü, çiçəkli, həyəti güllü, çiçəkli olsun gözəl xanımlarımız, gözəl dostlar. İnanın bunlara baxıb o qədər mutluyam, o qədər sevinirəm ki. Yenə də deyirəm, hər şey, bütün problem, çətinlik, hər bir şey geridə qoyuram. Yəni bir anlıq bu çiçəklərə baxanda elə bir hər şey geridə qalır. Hələ bax, açıb üstündə dolu tumurcuqlarla da. Görün nə qədər tumurcuqlar var üstündə. 3, 4, 5, 6, 7, 8 dənə hələ var, yenə gəlir də. Maşallah, maşallah bu gözəlliklərə. Maşallah, maşallah. Bakın onun ölçüsü demək olar ki, əlimə sığışmır. O qədər böyükdür.
Baxın. Bunlar yeni artırdığım güllərdir. Baxın. Bunlar elə bir görünür, burada yaxşı günəş almır, çox kiçikdilər. Demək olar ki, belə neçə yerdə artırmışam. Bu keçən il vurduğumdur, inşallah bu da böyüyür. Bunlar yenə bir il vurduqlarımda çıxırlar artıq. Çox gözəldirlər, möhtəşəm. Yəni bu əziyyət verən gül deyil insana. Çox, yəni sadəcə suyun vermək lazımdır. Qulluq etmək lazımdır. Ya da belə də arada sırada. Yəni deyim ki, davamlı sizə əziyyət verəcək gözəl xanımlar yox. Bir də ki, kalalar yerdə olmalıdır. Bilirsiniz, gözəl dostlar. Bunlar dibçəkdə uzaq başı bir dənə açar ya iki dənə, o da balaca. Yəni bunlar həyətdə olmalıdır. Dibçəkdə, yəni bu dibçəyə aid güllər deyil bunlar. Gözəl xanımlarımız. Siklamonumu da, bu da bazardan aldığım gül idi. Bunu da vurmuşam yerə. Düzdür, yağış da yağdı 2 gün dayanmadan. Yəni şükür Allaha, bu yaxşıdır. Bunu mən keçən il qaba vurmuşdum, qalmadı, çürüdü. Ona görə bir dedim, xarab olsa da yerə vuracam. Bu da çox gözəldir, açmağa davam edir. Belə gözəl dostlar, mənim bu ağ qərənfilim də artıq açıb. Bunlar mən təzə almışdım bazardan, sizlərə də paylaşmışdım. Yeni tumurcu. Məncə bu tutacaq inşallah. Bu mənim, bu da bazardan aldım. Bu da yaxşıdır, amma bu çox zəifdir. Bunu alanda da elə nəsə kökü üstü solmuş kimi elə. İnşallah ki, tutar inşallah. Çünki mən bu gördüyünüz qərənfili bir balaca budaqdan yetişdirmişəm. Görün, nə boydadır, maşallah. Baxın. İnanıram ki, o qərənfilimdə tutacaq. Çünki onun rəngi çox qeyri-adidir. Ona görə. İnşallah ki, tutar. Kalalar artıq bunların üstünə gəlib. Çox maraqlıdır. Mənim bu qərənfil gülümün 2 rəngə bölündü. Amma hamısı bu rəngdə idi. Bu necə oldu ki, belə dostlar? Yəni belə olurmuş. Baxın, bu rəngə oldu. Bir hissəsi bu rəngdədir, demək olar. Gəldik bu gözəllərimə. Bu gözəllərim heyif ki, günəş düşdü. Günəşdə bilmirəm sizlər üçün necə göstərəcəm. İnşallah ki, video yaxşı alınar, yaxşı olar. Siz də qəşəng-qəşəng baxarsınız. Baxın. Demək, buradan bax, oradan sıralama ta ki, bura qədər. Düzdür, orada üzüm ağacı var. Ona görə mən bura qədər hamısı kaladır. O üzü, bu üzü. Həyətin o tərəfi də, bu tərəfi də eyni bu qədər belənçikdir kalalarla. Kalalarla həyəti doldurmuşam, gözəl dostlar. Heyif ki, günəş tez durub çəksəydim. Yəni günəş olmadan daha çox gözəl görsənir. Günəşdə məncə çəkiliş yaxşı alınmır, gözəl dostlar. Quşlar da oxuyur. Babanın üzüyün ləkəsinə baxın. Bu yağışdan sonra görün üzünə necə ləkələr düşdü. Kalaları məhv elədi. Düzdür, yenə üstündə tumurcuqlar var, açacaq. Baxın maşallah. Bunların ölçüsünə baxın. Bunun uzunluğu, böyüklüyünə baxın, gözəl dostlar. Bu qərənfilimi heç sizlərə göstərmədim. Küsər məndən, qoy onu da çəkim. Baxın, gül dəlisiyəm, mən gül dəlisi. İnanın, bəlkə də mənə gülərsiniz, gözəl xanımlarımız, gözəl bacılar. Amma gül xəstəsiyəm, neynim? Bu istək də Allahdan gəlib mənə. Bəlkə də belə olmasaydı mənim ürəyim partlayardı. Bu sevgi, bu istək güllərə qarşı mənə Allahdan gəlib, gözəl dostlar. Baxın, bunları mən körpə uşaq kimi oxşayıram, gedib gəlib oxşayıram. Tellərin, yarpaqların, özlərin, qönçələrin, bunun qönçəsinə. Görün nə maraqlıdır dostlar.
Bax, kölgədə düşən yerlər gör nə gözəl görsənir. Tam demək olar göstərə bilirəm. Amma günəşdə elə bir yaxşı alınmır, gözəl xanımlarımız. Bunların tumurcuqlarına. Bax, bunlar hələ. Demək olar ki, mayın hələ yarısına qədər mənim kalalarım açacaq. Çünki üstləri doludur. Tumurcuqlarla doludur. Şimdi biraz belə aralı açıb yarpaqları açım ki, o gələn qönçələrə də günəş dəysin. Gör bax. Bax, nə qədər qönçələri var. İnşallah mayın yarısına qədər, bəlkə də may ayının axırına qədər açacaq. İndi mən sizlərə o biri tərəfdə olan kalalarımı göstərəcəm, gözəl dostlar. Mənim burada lalələrim də var. Yəni bu mənə pay verilib, Bakıdan gəlib bu gül toxumu. Bunu mənə qardaşım vermişdi, pay vermişdi. Dedi qonşuda əkib, nə gözəl. Demək bu da, bu lalələr sarmaşıq tiplidir. Yəni qışdan da çıxır, şaxtadan. Deyim, ikisini hardasa itirdim, onu doğurdu. Elə bir yarı salafana saldım, yarı çıxartdım, belə ayaman donacaq. Keşke heç nə eləməzdim. Bax, bunlar qaldı. Bunlara heç nə eləməmişdim. Baxın, görün nə gözəldir. Yəni, bunu da sarmaşıqda hara desən yaya bilərsən. Bildiyimiz təhəng tiplidir. Yəni, təhəng ağacı necə olur? Bu da elə. Baxın, görün nə gözəldir. Canlarım mənim. Canlarım. Görün, dünyada milyonlarla cürəbəcürə güllər var. Gözəl xanımlar. Bu nə deməkdir? Böyük bir varlıqdır, gözəl insanlar, gözəl dostlar. Bunlar papatyalardır, kalendula. Bunu mən papatya demişdim, bir xanım dedi ki, yox, bu kalenduladır. Düzdür, kalenduladır, amma papatya deyirəm. Rozmarinim hələ də açır. Hələ də açmağa davam edir. Görün, nə boyda olub. Bunu bilmirəm, necə eləyəcəm. Artıq yayılıb hər yerə yığışdırmaq lazımdır. Bu gül o qədər çox ətirlidir, çox. Bu sarmaşıq qızıl gülüm demək olar ki, ən birinci güllərdən bunlar açır. Birinci bunlar açır. Artıq qırmızılar da açıb. Baxın, mən kalalar haqqında söz vermişdim. Yəni, baxın, bu həyətin bu tərəfində olan kalalarımdır. Görürsünüz, bunlarda hələ azdır. Baxın, yenə var, tumurcuqları da var üstündə. Amma, yəni ki, yəqin kartof, bunun illiyi də, yaşı da azdır. Bunların yəqin ki, kartofları da hələ balacadır. Baxın, burada az-azdır. Üstündə görürsünüz, bir dənə, iki dənə, üç dənə, hələ tumurcuqlar da var. Amma deyim ki, artırmışam. Bunlar hamısı təzə artırdıqlarımdır. İnşallah burada olacaq bütün. O üzdəki kimi olacaq. Həyətin o biri tərəfindəki. Bax, maşallah, hələ var qonçələri. Yox, olacaq. Bunlarda da olacaq. İnşallah burada onlar kimi olacaq. Hələlik dostlar, Allah amanında bugün kalalarımı bir daha sizlərə yenə göstərdim. Çox sağ olun. Allah canınızı sağ eləsin. Allah sizləri var eləsin.